Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən yayın dadlı yeməklərindən biri olan lobya çığırtması bişirdim. Bişirmə qaydasını sizinlə paylaşıram. Əvvəlcə lobyaların uç hissələrini, baş hissələrini kəsib atıram. Sonra onları yaxşı-yaxşı yuyub xırda-xırda doğrayıram. Mən bu cürünə xırda doğrayıram. Siz istəsəz iri doğraya bilərsiniz. Amma belə xırda doğrayanda yemək həlimli olur. Lobyaları doğradım. Soğanları da soyub doğramışam. Pomidoru da sürtkəcdən keçirtmişəm. Tavaya zeytun yağı əlavə elədim və xırda doğradığım soğanı yağın içinə əlavə elədim. Siz istəsəz kərə yağı ilə bişirə bilərsiniz. Bura deməli balqar biberi qatmaq olar. Məndə az idi. Bir balaca balqar biberi vardı. Onu doğradım. Soğanlar rəngin dəyişəndən sonra pomidor əlavə elədim. Biraz qatışdırdım və bura sarı kök də əlavə eləmişəm. Video çəkilişə düşməyib. Ondan sonra pomidor pişəndən sonra lobyaları əlavə elədim tavaya. Biraz qatışdırdım. Və biraz su əlavə eləyib tavanın qapağını qoydum ki, lobyalar pişsin. Vamxodda. Arada bir deməli qatışdırıram. İndi isə duzunu, qara istiotunu əlavə eləyib bir də qatışdırdım. Və qapağını qoydum. Lobyalar tam pişsin. Lobyalar pişib, indi isə yuyub təmizlədiyim, xırda-xırda doğradığım şüyüdü əlavə elədim. Şüyüd lobyaya xüsusi dad verir. Doğrudan da şüyüd vuranda yeməyin dadı daha ləzzətli olur. İndi isə yumurtanı deməli vilkan çəngəllə qatışdırıb lobyanın üzərinə bu cürünə gəzdirdim hər tərəfinə. Və qapağını qoydum ki, yumurta da pişsin. Çığırtmamız hazırdır. Yağa düşüb yemək olar. Bişirən hər kəsə nuş olsun deyirəm. Əziz izləyicilərim, siz də bişirin. Ümid edirəm ki, xoşunuza gələr. Videolarımın ardından gəlməsi üçün abunə olub like atmağı unutmayın. Sağ olun, sağlıqla qalın.